Lazer terapiyaları hansı şəkildə aparılmalıdır? Lazer terapiyaları adətən seanslar şəklində aparılır. Bunlar bir neçə seans ola bilərlər. Lazer terapiyası uşaqlıq yolu atrofiyalarında, sidik qaçırmalarında, cavanlaşma proseduru üçün uşaqlıq yolunda adətən 3 seans aparılmalıdır. Burada fasilələr 4-5 həftədən bir olmalıdır. Tamamilə ağrısız bir üsuldur və bu seanslardan sonra bir həftəlik intim əlaqədən çəkinmə məsləhət görülür və xanımlar dərhal normal həyatlarına davam edirlər. Və lazer terapiyadan qaralmalar üçün aparılan terapiyada isə prosedurların 3-7-yə qədər aparılması məsləhət görülür. Təbii ki, bu zonanın, deməli, ləkə olan hissənin hansı dərəcədə olması, patoloji durumun ağırlığı da burada önəmlidir. Lakin mütləq bu prosedurlardan həm uşaqlıq yolu patologiyalarında, həm də qaralmalarda, hissiyatın azalması ilə gedən durumlarda əgər bu seansları əməl edəcəksə, mütləq bu seanslardan biz nəticə əldə edəcəyik. Əziz xanımlar, tamamilə ağrısız lazer terapiyalarına müraciət edə bilərsiniz və bütün bu patologiyaları və estetik problemlərinizi geridə qoya bilərsiniz. Hər birinizə sağlamlıq arzu edirəm.